Kəmalə xanım artıq 20 ilə yaxındır klassik poeziya ilə məşğuldur. Bizim o dövr məclislərindən başlayaraq və mən təbrik edirəm ona gözəl kitabın nisbəti. Kəmalə xanım Azərbaycan müasir ədəbiyyatına sahib seçilən qəza xanımlarımızdandır. Elə bir adam yoxdur ki, mən deyim ki, hə, o da bu zəhməti çəkərdi, amma Kəmalə xanım çəkdi. Bugün Arif Buzovnalını yad etmək istəyirəm. Onun xatirəsi üçün rəsm İstanbulda olacaqdı. Mən Səbəri Kəmalə, mütəncil rəssamam. Kəmalə bizim o yazarlarımızdandır ki, o köhnə nəslin ustadlarını görüb, qədimdir. Hətta ötə nəsrə gedib çıxır. Qeyd elədiyi kimi, o Vahid poeziya evində bizim çox gözəl məclisimiz var idi. Hacı Dəymiş orada iştirak edirdi. Arif müəllim, bizim başqa ustadlar və Kəmalə bizim o yazarlarımızdandır ki, o köhnə nəslin ustadlarını görüb. Belə demək olarsa, onların əlindən su içib. Hacı Ələmləri da, Həkim Qəndinin özü, yəni başqa bizim ustadlar ona həmişə gələrdilər və biz onların yanında hər kəlmələrindən nəsə öyrənməyə çalışırdıq. Allah biz o nəsib elədi, qismət elədi, onları gördük, onlardan nələr söylədi. Bir şey var ki, qürurla onu deyə bilərəm ki, İlqar Fəhminin şəxsən 3 il, 4 il arxa-arxaya dərs verdiyi tək şair deyə bilərəm. Elə deyilmi? Tək mənə birə-bir dərs veribdi. Mən ilk qəzələ İlqar Fəhmi qələmindən təsirlənərək başladım. İlqar Fəhminin Yağışam mən qəzəli və Süründüm Yandım qəzəlləri ilə onlara nəzirə yazaraq başladım. Hətta yadımdadır, 2 dənə yazdım. Hacı Səyyar inandım deyə yandımı qəbul etmədi, inandım yandım olsun dedi. Amma Axund demişdi ki, yox, inandım deyə yandım, bu daha yaxşıdır, git bunu işte. Yəni bu cür Hacı Səyyardan, İlqar Fəhmidən, Arif Buzovnaldan və Arif Buzovnalının məclisinə gedirdim Buzovnada. O vaxtdan Arif Buzovnalının Məcmə Şüara məclisi vardı, Mahir Ələmdarın Füzuli məclisi vardı. İkinci kitabını mən redaktör eləmişdim. O həmən kitabı redaktör eləyəndə özüm təəccüb etdim. Hətta yanımızda mən Zaur Rəxşanov deyəsən, kimi kitablarda. O özü də belə qəribə baxdı ki, mən kompüterin qabağına da durdum, başladım gözüşmək ki, mən indi bildim ki, necə bir təb var imiş bunda və fərqli idi. Çox maraqlı, istedadı var idi və onu yavaş tələbkardır. İndi bayaq qeyd elədi Hacı Səyyar onu hər gün işə buraxılmış. Arzulayardım Hacı Səyyar yenidən o senzuranı bərpa eləsin. Buzov meclislər bağlandırdı. Mən bağlatdırdım da. Mən bağlatdırdım. Mən bağlatdırdım.